Salam aleykum uşaqlar. 25 Aprel çempionatımıza, 25 Aprel olimpiyadamıza hoş geldiniz. Bu olimpiyada da Tuncay Ələkbərli nə məlum qalibliyini itirəcək yəqin ki. Bəlkə təzədən özü qalib olacaq. Bilmirəm. İndi Tuncay Ələkbərli birinci çempionatda qalib olmuşdu. Sabah yarınlar davam edəcək. 25, 26, 27 Aprel çempionatının qalibi sizdə kim olacaq? Buradan sürətlə çarxı fələyə girirəm. Haydi, inşallah reklam gəlməz. Yəni sizə üzvləri deyim də, A qrupunda Xannolon, Heymehri, Sevda Namazova, B qrupunda Daşqın Hüseynoğlu, Tuncay Ələkbərli, Rüqeyyə ABD, C qrupunda Hacı Hümmət, Ruslan Rızayev, Şaiq İsmailov, D qrupunda İsrailə Son, Hacı Mod İsmail Eminov, E qrupunda S2 Gürüstəm Yomelov və Ağa MVP. Sonra İ qrupunda isə bu fisli Rasim, Vardasan, Zeytun, Portağal, Bəli və Masum şahisi niyə var idi orada bilmədim. Burada mənim istədiklərimdən Xannolon buradadır. Nicat Nigarla bir dəqiqə baxım görüm kim var, kim yox. Rəsmi Necati ilə nihayət ki Nicat Nigar iştirak eləməyəcək. Onları da iştiraka salacağam. Yazmağı unutmuşam çünki onları görürsən şey yükləndi. O zaman e-sporta başlayaq. Bəli, Xannolon, Sevda Namazova var Allah'ına seçdi. Davay görək, həyəcan dıraqda A qrupunun uduzanı nə məlum Sevda Namazova və Gəl Xannolon uduzdu, Heymehri qazandı. O Xannolon da getdi, Heymehri qazandı. O zaman gedək montajistana. Buradan Xannolonu və Sevda Namazovanı çıxardıram. Qalır Heymehri. Görək Heymehrin rəqibi kim olacaq? Gördüyünüz kimi buradakilər də var. Rüqeyyə ABD, Tuncay Ələkbərli, Daşqın Hüseynoğlu. Tuncay Ələkbərli keçən dəfənin qalibi idi. Rüqeyyə ABD-dən görək Tuncay Ələkbərli bu ilin də qalibi çıxacaqmı? Daşqın Hüseynoğlu uduzdu. Həqiqətən də Tuncay Ələkbərli qazandı. Keçən dəfə də qazanmışdı, çempion olmuşdu, amma hələ çempion olmadı. Görək ikincidə də olimpiyada oyunumuzda qalib gələcəkmi? Görəcəyik. Qardaşım, buradan Daşqın Hüseynoğlu nə məlum və Rüqeyyə ABD nə məlum siləm. Üzrü sayın sizi də saxladım. Görək nə olacaq. Hacı Hümmət, Ruslan Rızayev, Şaiq İsmailov. Ruslan Rızayev, Hacı Hümmət və Şaiq İsmailov arasındakı yarışda Şaiq İsmailov və qazanan Hacı Hümmət. Buradan tez bu da bu dəfə neysə də buradan girim qaleriya, amma spini özüm düzəltəcəm, siz narahat olmayın. Şaiq İsmailov, Ruslan Rızayevi sildim, Hacı Hümmət qaldı. Və İsmail Eminov, bu kimdir? Hacı Mode və İsrailə Sonun çempionatında kim qalib gələcək? Görək. Bu hansı qrupdur? A, B, C qrupudur həri. Hacı Mode və qazanan yox. İsrailə Son. Oy. Allah diyan bu sarıda axı diyan. İsmail Eminov qazandı. İsrailə Son qazanmadı. İsmail Eminov qazanır. Allahsan İsmail Eminov. Burada Hacı Mode və İsrailə Sonu siləm. Davam ki. Uşaqlar, Ağa MVP, Yomelov və S2 Gürüstəmin çempionatında kim qalib gələcək? Uduzan olur. Nə mənim Ağa MVP, Yomelov
Melovemi ala geri geçen. Yo Melovemi sıradaki görüşten mi ve Yo Melove kazanır. Yo Melove alo ne oluyor Yo Melo agamı EVF var. Bu sıradaki görüşten ne malum çıxardıram. Necə eləyim? Sonra keçirəm o birisinə. Aha. Yazın İsrail Yomelo verildim. Son olarak vaksınlarda sağladık. Okey, göreyim ne olacak. Zeytun Ross orada sana bu kimdi Allah? Portakalın yarışmasını kim kazanacak? Ve uduzan Ross orada sana uduzdu. Görey Zeytun kazanacak yoksa portakal. Görey kim kazanacak? Ve Zeytun kazanır. İndi əsas yerə gəlirik. Heç bura qaqam. Diyanın görey burada kim kazanmıştı? Daşqın Yotuncay. Hə, Turda Tuncay. Ay, nə bilim, burada da Zeytun kazandı. Bunları sildim. Alasan Zeytun. İndi görey kim? Burada devam ki. Burada şəkillərimdə matəm şarjı var. Burada aha. Vay həqiqi. Bu şəkil bu qıfıl web saytdır. İndi keçirəm Diyanın. Neçə nəfər qaldı? 1 2 3 4 5 6 6 nəfəri birdən eləyəcəm. Görək nə baş verəcək. Bəli, Zeytun, Tuncay Ələkbərli, Hacı Madibi kimdir? Hey Mehri, sonra İsmail Eminov və Yomelo və Zeytunun yarışmasında çempionatı görək. Kim qalib gələcək? Həyəcanlar duraqda. Tuncay Ələkbərli nə məlumudur? Ağadır, birincidə qalib gəlmişdi. İsmail Eminov nə məlumudur? Son 3 nəfər qalır da. Hacı Madi nə məlumudur? Hey Mehri, Zeytun, Yomelo və çempionatı görək kim qazanacaq? Həyəcan duraqda ondan 20, 19, 18, 17, 16, 15, 14, 13, 12, 11, 10, 9, 8, 7, 6, 5, son 5, 5, 4, 3, 2, 1. Kim uduzur? Ne malum, ey Mehri uduzdu, ne malum. Ey Mehri böyük izləyiciydi. Zeytun yoksa Yomelo ve görücü. Zeytun kazanacak Yomelo ve Yomelo ve kazanır. Çempionatımızın ikinci olimpiyada oyunumuzun galibi Yomelo ve Gagam. Diyanın.